Demək bu gündən başlayıram 3 günlük kabak diyeti eləməyə. Burada yaşıl çaydır, şəkərsiz. Bir də yumurta, istiot vurdum, bir də duz. Bu səhər yeməyi. Kabak diyetimin birinci gününün günorta yeməyini hazırlayıram. 2 ədəd kabaq soyuram qabağı. Dadsız bir şeydir, amma arıqladır da ona görə yeyirəm. 2 dənə kabağı soydum. Kartof soyanın bu gözü kartof soyandır. Bax bu gözü ilə soyacağım. Onda görərsiniz ki, spagetti formasındadır. İndi bunu başlayayım pişireyim mən. Sizə də göstərim. 2 yemək qaşığı qədər zeytinyağı əlavə edirəm. Üzərinə çox az soğan əlavə edirəm. Dad versin. Bəsdir bu qədər. Bir diş sarımsaq. Ağzını örtüm, qoyum qovrulsun. Mən buna duz əlavə eləmədim. Bura soğan, sarımsaq, kabak pişdi. İndi mən bura istiot əlavə edirəm. İstiot. Bir də balaca, indi Holland pendiri yoxdur evdə. Normal pendirdən doğruram balaca. Ərisin biraz. Əriməyəcək, amma cüzi də yəni dad versin. Söz yox, indi pendirdə duz vururlar. Ağzını örtürəm. 1-2 dəqiqədə ərisin pendir. Üzərinə qatıq tökürəm. Yanına da bir dənə yaşıl çay eləyəcəm. Kabak diyetimin 2-ci günüdür səhəri. 2 ədəd yumurta, 2 dilim pendir də yaşıl çay. Bunu yiyəcəm səhər üçün. Günorta yeməyini hazırlayıram. Bu səfər kabak halqa doğrayıram. Və az miqdarda zeytinyağı əlavə edirəm. Düzün qızarsın. Üzərinə biraz da soğan əlavə edirəm. Biraz da dadı olsun deyə pendir doğrayıb tökürəm. Necə istəyirsiniz o cürə də bişirin kabakı. Sadəcə yağlı eləməyin, ətli eləməyin. Ət olar, qaynanmış olar. Amma yəni bu kabak diyeti deyə kabakdan başqa əslində heç nə vurmurlar. Prosto mən yeyə bilmirəm. Onu görürəm biraz dadı olsun deyə pendir də əlavə edirəm. Biraz da göy əlavə edəcəm. Göy soğan tökdüm. Daha sonra istiot. 5 dəqiqə ağzını örtün. Pişsin. Ərisin, daha doğrusu pendir ərisin. Siz Holland pendir də əlavə edə bilərsiniz. Mən də indi evdə normal pendirdə, bu da əriyir onsuz da. Mənim günorta yeməyim bu cürə oldu. Bu mənim günorta yeməyimdir. Üzərinə qatıq yoxdur, yerinə smetan tökürəm.
Bu aclıq otudur. Çox yaxşı təsir arıqlamağa. Bundan da dəmləyirəm. Hər gün bir stəkan. Bir dəqiqədən sonra içəcəm. İsə günorta yeməyini hazırlayıram. Mücver hazırlayacağım kabaktan. Üzerine bir adet yumurta salıram. Üzerine az bir tuz əlavə edirəm. İstiyot. Salıram. Üzerine yulaf. 1, 2, 3. Salıram. Hazırdır. Bunu kızartacağım. Zeytin yağı. Hazır düğmemiz. Parası var deyəsən gəlmiş buralara beynəməm. Materialları çox qəşəngdir. Bunu belə tərəziyə qoydum, 23 manat 40 qəpik elədi. Udidos. Materiallar amma qəşəngdir.
Hı.